Heç kimə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara Allaha yox, mənə qul olun desin. Əksinə, o deyər, öyrətdiyiniz kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun. O, sizə mələkləri və peyğəmbərləri özünüzə tanrılar qəbul etməyi buyurmaz. Məyər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi? Kim Allaha, onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir.